Salam uşaqlar, hər vaxtınız xeyir. Bugün yenə monitoring paylaşacaq, çəkəcək. Deməli, mən çalışacağım ki, bundan sonra heç olmasa həftədə 2 dəfə monitoring imtahanımıza qədər inşallah belə videolar çəkim, paylaşım. Sizin də mənə dəstək olmağınızı istəyirəm. Öz dostlarınızla, yaxınlarınızla paylaşın ki, bizim belə səhifəmizin olduğundan hamının xəbəri olsun. İndi isə keçək tapşırıqlarımız. Hamısında keçən dəfə dediyim kimi çalışacağım ki, dərsin izahlarını da vereyim. O şəkildə hamısında ümumilikdə təkrar etmiş olaq. Fokusumuzu qeyd edək doğru şəkildə. Tənasübdən deyir x-i tapın. Biz nə bilirik? Tənasübün əsas xassəsi nədir? Tənasübün əsas xassəsi orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Biz baxırıq ki, burada orta hədlər x ilə 14-dür, kənar hədlər 4 ilə 49-dur. Deyirik ki, orta hədlərin hasili kənar hədlərin hasilinə bərabərdir. Yəni 14x bərabərdir 196-ya. X da buradan bərabərdir 196 bölünsün 14-ə. X da bərabərdir elə 14-ə. Variant da Y variantı. İkinci sualımız. Tənasübün deyir orta hədləri 8 və 1,5-dir. Orta hədlərimiz bizim bu şəkildə yazılır. Kənar hədlərindən biri 10-dur. Fərqi yoxdur. İstər sağa yazın, istər sola yazın. Tənasübün ikinci kənar həddini tapın. Mən bunu bilmirəm, bunu tapıram. Yəni 10x bərabərdir 8 vurulsun 1,5-ə. 10x bərabərdir, deməli 12-yə, x də bərabərdir 1,2. Variant D variantı. Üçüncü sualımız deyir ki, siz burada tam görmürsünüz bir dəqiqə. Mən sualı oxuyacağım sizin üçün yenə də. Deyir ki, Cavid və Aynurun bugünkü yaşlarının cəmi 41 olarsa, 5 il əvvəlki yaşları cəmi neçə olar? Bir dənə Cavidimiz var, bir dənə Aynurumuz var. Deməli, Cavidlə Aynurun deyir bugünkü yaşları. Bilirik nə qədərdir? Xeyr, bilmirik. X, Y. X-nə də eyni yaza bilmərik. X nətər yazaq? Cavidlə axı bilmirik. Heç Aynur eyni yaşdadılarmı? Böyükdürmü, kiçikdirmi? Ona görə bu şəkildə yazırıq. Deyir, bunların cəmi 41-dir. Yəni, X üstə gələk Y bərabərdir 41-ədir. Yaşlarının cəmi 41-dir. 5 il əvvəlki yaşları. 5 il əvvəlki yaşı Cavidin olacaq x minus 5. Əvvəl dediyinə görə çıxıram. Sonraki desəydi üstünə gəl. Mən məsələn bugün 26 yaşım var. 5 il əvvəl mənim 21 yaşım var idi. 5 il sonra mənim 31 yaşım olacaq. Yəni bu şəkildə. Belə deyəndə bir qəribə oldum. Nəysə. Y-də çıxılsın 5 bu şəkildə yazıldı. Biz dedik ki, bunların yaşlarının cəmi 41-ə bərabərdir. Yəni, x minus 5 üstə gələk y minus 5 bərabərdir. Biz bunu mötərizəni açanda x çıxılsın 5 üstə gəlinsin y çıxılsın 5-ə bərabərdir. X üstə gələk y çıxılsın 10-a. Mən x plus y-ə 41 demişdim. 41-dən də 10-u çıxdığımız zaman edəcək 31. Deməli, bunların yaşları 5 il əvvəlki yaşlarının cəmi 31 imiş. Dördüncü sualımız deyir ki, əkob 20, 40-ı tapın. Biz bunu sadə vurğuları ayırıb yaza da bilərik, amma biz qayda bilirik. Bir deyirik ki, bir ədəd digərinə tam bölünürsə, əkob onların ən böyüyünə bərabərdir. Əbob isə onların ən kiçiyinə bərabərdir. Deməli, əkobumuz burada olacaq. Deməli, əkob ən kiçik ortaq böləndirsə, deməli, ən böyüyün götürəcək. Yəni 40. A variantı. Yəni 40-a bərabərdir. Bu şəkildə. 5-ci sualımız. 5-də deyir ki, əkob 9, 11 üstə gələk. Əbob 9, 11. Biz bu 9, 11-lərə ardıcıl tək ədəddir də bunlar. Demişik ki, qarşılıqlı sadə ədədlərdə, qarşılıqlı sadə ədədlərdə 2 dənə ardıcıl tək ədədlərimiz. Əkobumuz onların hasilinə bərabərdir. Əbobumuz isə 1-ə bərabərdir. Yəni, əkob 9 ilə 11 olur. 9 vurulsun 11 üstə gələk. Əbob 9 ilə 11, 1. Yəni, 99 üstə gələk 1 bərabərdir 100-ə.
variantımız B variantı. 6-cı sual. Məxrəci 12 olan, ixtisar olunan deyir neçə dənə düzgün kəsir var. Məxrəci 12 olmalıdır, ixtisar olunan olmalıdır. Baxırıq, 12-də 1 ixtisar olunmur, 12-də 2 ixtisar olunur, 3 ixtisar olunur, 4 ixtisar olunur, 5 olmur, 6 olur, 7 olmur, 8 olur, 9-da olur, 10-da olur, 11 olmur, 12-ni də onsuz da yaza bilmərik, çünki düzgün olmayan kəsirdir. Düzgün kəsiri soruşur məndən ona görə. Deməli sayaq 1, 2, 3, 4, 5, 6, 7 dənə. 7 variant B variantı. Keçdik 7-ci suala. 7-ci sualda deyir ki, aşağıdakılardan bir neçəsi qarşılıqlı tərs ədədlərdir. Tərs ədədlər nədir? Məsəl üçün, deyək ki, 7-nin tərsi nədir? 7-də 1-dir də. Bu nə deməkdir? Bu məsələn, 1-də 7 kimi sanki götürəndə bunun tərsi olacaq 7-də 1. Yəni sürətlə məxrəc bir-birlərinin yerini dəyişir. İndi gəlin hamısını bir-bir yoxlayaq. Birincidə 4-dan 5-də 4-dür. 4-dan 5-də 4-dür. Mən düzgün olmayan kəsrə çevirməliyəm. 5-i 4-ə vururam 20. 20-nin üstünə 4 gələndə eləyəcək 24. 5-də 24. 24-də 5 nə? Qarşılıqlı tərs ədəddir. Bəli, bu doğrudur. Çünki 5-də 24, 24-də 5. İkincisi 0,8-i mən bu şəkildə yazsam, 4-də 5 ilə bunu ixtisar eləsəm, hər tərəfi 2-yə bölünəcək. Bu olacaq 5, bu olacaq 4. 5-də 4 ilə 4-də 5, bəli, tərs ədədlərdir. Üçüncüsü, yazıb 5,3-də 1. Düzgün olmayan kəsirə çevirək, olacaq 3-də 16. Bu biri isə 3,5-də 1-dir. Bu da olacaq 5-də 15, 16. Biri 3-də 16-dır, biri 5-də 16-dır. Bu qarşılıqlı tərs ədəd deyil. Dördüncü, görürsünüz, 7 ilə 7-də 1 qarşılıqlı tərs ədəddir. Bunu da götürürük və baxırıq 5-ciyə. 5-cimiz 0,100-də 125-dir. Yəni bu edir 1000-də 125. Hər tərəf 125 ixtisar olunanda olur 8-də 1. 8-də 1 8 ilə tərs asılıdır. Yəni qarşılıqlı tərs ədədlərdir. 1, 2, 3, 4 dənə. 4 dənəsi qarşılıqlı tərs ədədlərdir. Yəni D variantı. Sonra 8-ci sual oxunur. 8 saata 36 detal hazırlayan usta həmin məhsuldarlıqla işləsə 54 detalı neçə saata hazırlayar? Gəlin tənasüb quraq. Deyir ki, 8 saata 36 dənə detal hazırlayır. Bəs 54 detalı neçə saata hazırlayar? Biz buradan baxırıq ki, bunlar düz mütənasibdir. Nəyə görə? Bax, 8 saata 36 detal hazırlayırsa, deməli, məsələn, daha çox saata 54 detalı hazırlayacaq da. Yəni, bu tərəf artır. Görürsünüz ki, bu tərəf artır. Deməli, burada artmalıdır. Yəni, 8 vurulsun 54 bölünsün 36-ya. Bu da edir 12 saat. Variantımız da D variantı. 9-cu sual. Y kəmiyyətinin X kəmiyyəti ilə düz mütənasib olduğunu bilirik. A plus B cəmini tapın. Heç bunu yazmamışdan əvvəl gəlin biz düz mütənasiblik asılılığın düsturlarını yazaq. Y bərabərdir KX-dir. K burada mütənasiblik əmsalıdır. Biz buradan K-nı tapdığımız zaman Y-i bölməliyik X-a. X-i tapdığımız zaman deməli Y-i bölməliyik K-ya. Bu düsturlarımızı yazdıq. Gəlin görək indi bizim K-mız neçədir? Birinci biz K-nı tapmalıyıq. X-imiz 4-dür, Y-imiz 16-dır. K bərabər olacaq Y bölünsün X-a, yəni 16 bölünsün 4-ə, bu eləyəcək 4. K-mız deməli 4-dür. Sən digər tərəfdə verir, X-a 6 verir, Y-ə heç nə vermir, ad verir, K-ya da 4 tapmışıq. Biz Y-i tapmalıyıq. Y bərabərdir KX, yəni 6-nı 4-ə vuranda eləyəcək 24. Deməli, A bərabərdir 24-ə. Digər tərəfdən Y-ə 40 verib, K-ya 4 verib, mən X-i tapmalıyam. X bərabərdir Y bölünsün K-ya, yəni 40-ı 4-ə böldüyümüz zaman 10 edər. B-miz də eləyər 10. A üstə gələk B cəmini soruşduğuna görə 24 üstə gələk 10 bərabərdir 34 alınar. Variant C variantı.
Sonra 10-cu sual. 420 ədədini 3 və 7 ədədləri ilə düz mütənasib hissələrə bölün. Bu nə demək idi? 3x üstəgələ 7x bərabərdir 420 tənliyin həll eləmək. 10x bərabərdir 420-yə, x də bərabərdir 42-yə. Düz mütənasib hissələrə bölün deyir. Yəni x 42 tapmışamsa 3x bərabərdir 3 vurulsun 42-yə. Bu edər 126. 7x bərabərdir 7 vurulsun 42-yə. Bu da edər 294. Bu da A variantı. Siz yenə də vurmalara diqqət edin. Ola bilər ki, fikrim yaynar, səhv deyə bilərəm. Hər gün 3,6 ton odun işlədilsə, odun ehtiyatı 48 günə çatar. Həmin odun ehtiyatı hər gün 2,4 ton odun işlədilərsə, həmin odun ehtiyatı neçə günə çatar? Buradakı əsas bizim yazmalı olduğumuz şey, yəni tonu tonun altına, eyni kəmiyyətlərin altından yazmaqdan ibarətdir. 48 gündən söhbət gedir. Burada 2,4 tondan və x gündən söhbət gedir. Baxırıq burada biz düz mütənasibdir yoxsa tərs mütənasibdir onu tapmağa. Baxırıq ki 3,6 ton 48 gün gedibsə 2,4 bundan az olmalıdır. Başa düşdük, az olmalıdır. Bu da azalmalıdır. Deməli bunlar tərs mütənasib asıdır. 3,6 vurulsun 48 bölünsün 2,4-ə. Bu da edər 72. Variant Y variantı. Sonra 12. Deyir ki, Əkob 6,15, Əbob 6,15 bərabərdir. Bunu siz ayrılıqda, məsələn, Əbobu tapıb, Əkobu da tapıb yaza bilərsiniz. Amma qaydamız var idi də, A vurulsun, B vurulsun, A, Əbob, AB olarsa, bunlar A və B-nin hasili. Yəni 6 ilə 15-in hasili. Bu da edər 90. Cavabımız B variantı. 13. Bazardan 25 ton kartof apardılar ki, bu bazarda olan kartofun 6'da 5 hissəsini təşkil edir. Sən bazarda olan kartofun nə qədər olduğunu bilirsən? Xeyr, bilmirsən. Yəni deyir ki, bu x-in 6'da 5'ini hissəsini təşkil edir. Bazarda deyir əvvəlcə neçə ton var idi. Bunu 25'ə bərabər edir. X bərabərdir 25 bölünsün 6'da 5. Biz demişik ki, birinci olduğu kimi qalır. İkinci tərsinə çevrilir. 5, 6, bu da edir 30. Deməli, əvvəlcə 30 ton var imiş. Sonra 14. Hesablayın. 3,5'də 4 üstə gələ 2,3'də 1 çıxılsın 4,3'də 2 bərabərdir. 5 3'ə vuranda 15 üstünə 4 gələndə 19 üstə gələk 3'ü 2'yə vuranda 6 6'ın üstünə 1 7 çıxılsın 4 3'üm 12 14 5 3 3 3'ün Əkobu 15'dir. 15'i 5'ə böləndə 3 eləyir 19'u 3'ə vuranda 57 üstə gələk 15'i 3'ə böləndə 5 5'i 7'yə vuranda 35 15'i 3'ə böləndə 5, 14'ü 5'ə vuranda edəcək 70. Bunlar topladığımız zaman edir. Deməli 22 bölünsün 15'ə. Bu da olur 1,15'də. Deməli 7. Variantımız A variantı. 15-ci sual. Deyir ki, 12'də 7 hissəsi 42 olan ədədi tapın. Hissəsinə görə ədədin tapılmasıdır. Hissəsinə görə ədədimiz necə tapılır? Ədədi hissə göstərən kəsirə bölməliyəm. Yəni, tərsinə çevirib yazmalıyıq. Bu edir 6, bu da edir 72. Variant D variantı. Sonra gəlsin ikinci hissəsi. 30 dənə sualdır bu. 15, 16. 16-cı sual. N'in deyir hansı qiymətlərində Əkob N8 bərabərdir 8 bərabərliyi doğrudur. Biz demişik ki, bax, yenə təkrar edirəm, bayaq dediyimiz kimi. Bu gör nədirsə, Əkobda demişdik ki, ən böyüyün götürürdü. İndi bu N nədirsə, 8 həmən bu N-ə bölünür, ən böyüyü götürülür. Yəni 8'in daha doğrusu belə deyək. Biz 8'in daha sizə rahat olsun deyə
bölənlərin götürməlisən. Yəni 1-i, 2-ni, 4-ü və 8-i. Eyni qayda ilə gətirib hər zaman n-in yerinə yazsaz, eyni cavabları 8 almış olacaqsınız. Ona görə variant C variantı. 17-ci. Deyir, verilmiş ədədin tərsini tapın. Ədədimiz 2,8-də 3-dür. 8-i 2-yə vuranda 16, 16-nın üstünə 3 gələndə 19 edir. Bunun tərsini tapdığımız zaman isə olur 19-da 8. Tərsi olur 19-da 8 variant A variantı. 18-ci sual. 18. A-nı verir. 1, 2, 3, 4, 5 görürsünüz. Bir də yazmıram. 1, 3, 5, 6. Kəsişməsini soruşur bizdən. Deyir, A kəsişir. C-ni tapın. Kəsişmə nə demək idi? Yəni ortaqları. Baxırıq ki, burada hər birində olan 1-dir, 3-dür və 5-dir. 1, 3, 5 variant A variantı. 19-cu sual deyir, ədədləri müqayisə edin. A-nı verir 0,4, B-ni 1 bölünsün 3-dür. Yəni bu 0,33 bu şəkildə gedir. C-ni də verin 4 bölünsün 12. Bu da deməli 0,3 bu şəkildə davam edir. Deməli B ilə C bir-birinə bərabərdir. A isə onlardan böyükdür. A böyükdür B, bərabərdir C-yə variantda C variantı. 20-ci sualımız. Od ehtiyatı 120 inəyə deyir 60 günə çatarsa, 180 inəyə neçə günə çatar? 120 inək 60 gün. 180 inək deməli x gün. Biz buradan baxırıq ki, bunlar tərs mütənasib asılıdır. Ona görə 120-ni vururuq 60-a, bölürük 180-ə. O da bərabərdir 40 gün edir, yəni 20-dir. 21. Qələmin qiyməti deyir 40% ucuzlaşıb. 3 manat oldu. Qələmin əvvəlki qiymətini tapın. 40% ucuzlaşmaq 100-dən 40 çıxmaq deməkdir. Bu 60% edir. 60%imiz də bilirik ki, biz %60 deməkdir. Yəni 0,6. Deyir, qələmin qiyməti. Qələmin qiymətini bilirdik nə qədərdir? Xeyr, bilmirdik nə qədərdir. Amma tapdıq ki, 40% ucuzlaşanda 0,6 olub. Yəni 0,6 vurulsun x bərabərdir 3 manat. Əvvəlki qiymətini tapmaqdan ötürü x-i buradan mən taparam. Olar 5 manat. Variant D variantı. 22-ci sual mən belə köçürtdüm, sizə qeyd edim. Müsbət 45 çıxacaq moduldan, bölünsün 9, üstə gələk 6, bölünsün 2, bərabərdir. 45-i 9-a böldüyümüz zaman 5, üstünə gələk 6-nı 2-yə böldüyümüz zaman 3, topladığımız zaman 8. 23-cü sual. 7,5 ədədinin 3-də 2 hissəsinin 12%-ni tapın. Deməli 7,5 ədədini faizə görə tapmaq üçün ədədi faiz daha doğrusu ədədin hissəsini tapmaq üçün ədədi hissə göstərən kəsirə vurmaq lazımdır. Bu edəcək deməli 2,5 vurulsun 2 bərabərdir 5-ə. Sonra deyir ki, bu həmin hissənin 12%-ni tapın. Yəni ədədin faizini tapın. Ədədin faizini tapmaq üçün ədədi faiz göstərənə vurub 100-ə bölmək lazımdır. Bu edir 0,6. Variantımız A variantı. 24-cü sual deyir ki, 50-180 detal hazırlamalıdır. O, cəmi 45 detal hazırlayıbsa, tapşırığın neçə faizi yerinə yetirilib? 45 detal hazırlayıbsa, deməli bunu 180-də 45-i vurulsun 100%. Sanki ümumiyyətlə 180 dənə detal 100% olmalıdır da. 45-in hazırlayıbsa, tapşırığın deyir neçə faizi yerinə yetirilib. Bunu tapdığımız zaman olur 25% deməli yerinə yetirilib. Sonra 25-ci sual. 12 bərabərdir 4x üstə gələk 5-ə. 4x bərabərdir buradan 12 çıxılsın 5. 4x bərabərdir 7-yə. X də bərabərdir 1,75-ə. Variant olaraq A variantı. 26-cı sual. A və B qarşılıqlı sadə ədədlər olarsa, əkob AB nəyə bərabərdir? Əkob demişik ki, onların hasilinə bərabərdir. Variant C variantı. 27-ci sual. Deyir ki, 2017 ədədinin tərsi ilə əksinin hasilini tapın. 2017 ədədinin deməli, tərsi neçədir? 2017-də 1-dir.
Əksi neçədir? Mənfi 2017-dir. Bunlar ixtisar getdiyi zaman mənfi 1-i 1-ə vurduğumuz zaman edir mənfi 1. Variant A variantı. 28-ci sual. Perimetri 33 sm olan üçbucağın tərəfləri 2, 4, 5 nisbətində bölünür. 2, 4, 5 nisbətində bölünür. Bunların da cəmi 33-ə bərabərdir. Bu olur 11x bərabərdir 33, x bərabərdir 3-ə. Deyir, üçbucağın kiçik tərəfinə tapın. Üçbucağın kiçik tərəfi də 2x olduğuna görə 2 vurulsun 3 bərabərdir 6. Variant B variantı. Sonra 29-cu sual. X bərabərdir mənfi 3, y bərabərdir 4 deyir olanda 6x çıxılsın y minus x bu şəkildə ifadəni deyir. Qiymətini tapın. Gəlin birinci yerlərinə yazaq. 6 vurulsun mənfi 3 çıxılsın. Y-imiz 4 çıxılsın mənfi 3 deyilə 4 üstə gələk 3 yazaq birbaşa. Üstə gələk 8 vurulsun mənfi 3-ə bərabərdir. 6-nı mənfi 3-ə vurduğumuz zaman mənfi 18 edər. Çıxılsın. 4-ün üstünə 3 gələndə edər 7. Üstə gələk. 8-i mənfi 3-ə vuranda eləyəcək mənfi 24. Bu da bərabərdir. Buradan yazıram. Mənfi 18 çıxılsın. 7 çıxılsın 24-ə. Deməli, bərabərdir. Mənfi 18 çıxılsın. Bu mənfi 17 eləyəcək. Üstünə 17 gələcək. Mötərizədən azad eləyəndə. Olacaq mənfi 1. Variantımız C variantı. Və sonuncu 30-cu misalımız. Deyir 30 faizli 240 qram duz məhlulunun neçə qramı duzdur? Deməli, biz deyirik ki, 30 faizimiz 100 faizdir. Bu şəkildə 100 faizli, yəni 100 qramdır. Daha doğrusu 240 qramımız isə x faizdir. Duz məhlulu neçə qramı duzdur? Yəni buradan biz x-i tapanda 240-ı vuracaq 30-a, böləcəyik 100-ə. Bu da edəcək 72. Variant bu şəkildə görünmürdü. Variant D variantı. Bu monitorinqimiz də burada yekunlaşdı.